Belə başa düşürəm, söhbət dəridən gedir. Əlbəttə ki, belə hallarda daha məsləhətdir ki, əvvəlcə əməliyyat olunasınız və sonra kosmetoloqun yanına gedəsiniz ki, o artıq lazım olan müəddələri vursun dəriyə ki, daha tez sağalsın dəri. Bax belə bir, amma bir şey də məsləhət görərdim ki, əməliyyatdan sonra günəş altında çox vaxt olmayasınız və üzünüzü qoruyasınız ultrabənövşəyi şüalardan. Bu çox vacibdir. Blefaroplastika adətən 40 dəqiqədən 2 saat yarıma qədər durur. Düzdür, bu tək blefaroplastika deyil. Baxır nə əməliyyatlar olunacaq. Ola bilər blefaroplastika ancaq üst, ancaq alt, üst və alt, ptoz ola bilər. Bəzi insanlar istəyir ki, biraz qıraqlar, künclər qaldırılsın. Bunlar hamısı əlbəttə ki, əlavə vaxt aparır. Təxmini belə hallarda 2 saat yarım və eyni gündə evə gedə bilər. Çünki narkozla olunmur. Yerli keylətmə olur ki, ağrı olmasın. Çünki ağrı olmur. Amma bəzi insanlar narkoz istəyirlərsə narkoz vermək olar, yəni ki, sedasiya vermək olar. Amma çox adam narkozdan qaçır. Mən də özüm də narkoz sevmirəm. Onun üçün yerli keyləşdirmə əməliyyat olunub, belə eyni gün evə qayıtmaq olar. Browlift ingilis dilində, Azərbaycan dilinə tərcümə etsək, qaşın qaldırılmasıdır. Bir neçə növləri var. Düz qaşın üstündən bir kəsik. Bu kəsik çox vaxtı görünə bilər. Düzdür, siz görürsünüz, əməliyyatdan sonra yəqin Instagramda, YouTube'da olur ki, elə səhərisi gün, yəni ki, əməliyyatdan sonraki mərhələdə bir həftə 10 gün sonra dartıb çıxardırlar kişi, heç nə əzik bir yer qalır, amma o 3-4 aydan sonra ona baxsaz, hamıda elə qalmır. Bəzi insanlarda biraz aralanır və yeri çox görünür. Düzdür, çox vaxt etmək olar, amma gərək xəbəriniz olsun ki, yeri qala bilər. İkinci kəsik düz, buradan tük çıxan yerdən eləmək olar, onda dəridə gedir, artıq dəri gedir və bu insanlarda bir balaca yeri qalsa da çox vaxtı saçla örtmək onu olur. Üçüncü isə düz saçın içindən, bu forehead lifting gedir, o lateral var, yəni ki, böyürdən olan və buradan olan. Bunu bilmək, burada nə bilmək lazım? Əgər sizdə alın nahiyəsi çoxdursa, böyükdürsə, yəni ki, saç bitməyən yer, bitən yer buradan başlayırsa, onu eləsəz, o da lab da böyük olacaq. Buradan böyürdən eləmək o da yaxşı texnikadır. Düzdür, çox adama yaraşmır. Siz baxırsınız ki, mən ona nadir halları deyirəm. Çünki o əməliyyat olunanda qaşları çox belə böyük olur, çox açılır. Amma bəzi insanlara yaraşır. Bunu bilmək və həkimdən soruşmalısınız ki, yeri qala bilər, qalmaya bilər və nə qədər durur bu əməliyyat və neçə vaxtdan sonra yenidən bu əməliyyat lazım olacaq.